Assalamu alaykum, ekran oldidagi aziz ko'ruvchilar. Yoan TV'ning Uyg'urcha universal kanali orqali sizlar bilan yana bir qatim yuz ko'rishib turayotganligimizdan to'liq xursandmiz. Biz o'zimizning ranglar sahifalari orqali sizlarga ma'lum his tuyg'ularni ata qila olsak, o'zimizni to'liq xushal his qilamiz. Suhbatimizning beshidilla qadrli ota-onalarga shuni tavsiya qilaman. Bu programmani omoq tatliq bolalaringiz bilan birga ko'rgaysizlar. Bugün biz söhbətimizə alaydı mehmanlarını təklif qıldıq. O alaydı mehmanlar kimdir? Taratang. Buna işki umaq mehman. Afifə, qanday ahvalınız yaxşımı? Yaxşı. Həmzə, qanday ahvalın yaxşımı? Yaxşı. Afifə, ötən işkimiz tunç uçraşqan vaqtda siz bilan birlikdə televizorga chiqimiz degan edim, esingizda bormi? Bor. Bugün buna qarang, televizorga chiqimiz deb o'tiribdik. Xo'sh bo'ldingizmi? Xo'sh bo'ldim. Mama ben xo'sh bo'ldim qarang. Sizlardan televizorga chiqadigan bo'ldim deb men shunda xushal. Bugün biz shunga xushal qora paranglashaylik, Bo'lamdi? Bo'ldi. Hamza shundami? Afifa, bu yil qancha yoshga kirdingiz? 5 yoshga. Hamza, senchu? 4 yoshga. 4 yoshga. Men depagandan keyin davatut. O'zing deyamamsa? Diyalayman deydi. Ufkungiz bormi? Bor. İsmi nima? Xolid Hamza. Xolid qancha yoshga kirdi? 2 yosh kirdi. Siz uyda ufqlaringizni o'ynatamsiz? O'ynadim. Qanday o'ynaysizlar? Saklambaç. Andikin oyuncak oynaymiz. Anne babacılık oynaymiz. Siz nima tomoqlar yeyishni yaxshi ko'rasiz? Lahman. Yenichu. Pola. Pola. Hamza nima tomoqlarni yaxshi ko'rdiki? Sen lahman poloni yaxshi ko'rsa. Unda xusa opangizga tomoq etmek oson ekan, ishqilib o'xshashil tomoq etib berdi ekan, Siz nima mevadan yeyishni yaxshi ko'rasiz? Alma, üzüm. Sen nima mevadan yeyishni yaxshi ko'rsa? Alma. Olmalar. Boshqa meva yemamsa? Masalan, banan ba'si yemamsa? Yemaysa, bo'ldirgan ba'si yemsa? Hozir bozorda gilos chiqdi, gilos ba'si yemsa? Uni yemaysa? Olmalı yeysa? Üzüm mü yemda? Siz nima yeysiz shuni yeydigan, Afifa, ana til degani sizga deb beray, Ana til degan sizning onangiz, onangizning onasi, dadingiz, dadingizning onasi, jiq onalaringiz hammasi ishiltib kelayotgan tilimiz. Bu tilimiz bizga xuddi onamizdek shunday yaqinlik, mehrlik. Shunga biz uni uchun ona tilimiz deymiz. Siz o'tganda ona tilida shuna tatlı qo'shoqlarni, hikoyalarni deb bergandingiz. Bu qitim yana shularni deb beramsiz? Deb beraman. Qaysi qo'shoqni deb bersiz bizga? Dostum anlamam sana. Eytemem bir tepişmek. Yalğız kemazadılar. Onlar bek muhip pişkak. Otuz işki dostlar. Birbirinden ayrılmaz. Kim bilmese ularni akıllı bop sanılmaz. Şunca muhim biz üçün ime udap kamığın 32 harip eytip birey anlığın. Anlaylı A, B, P, T, C, Ç, H, D, R, Z, Z, Ş, H, K, K, G, M, H, N,
o, u, ü, u, e, te, te, bulaydı samsavatlah bilgin o koşizişni ögitudu usağa pendin göher kızışni. Oy maşallah. 32 harfni shunda chiroyli deb berdingiz buni. İlipben tugitib bo'ldingizmi? Ems İlipben tugitish qo'shiqini bilamsiz? Deb biring, anglayli. Mana bugün ahiri İlipben'i tügettim. Şuna ben mu aslanğa hat yazışını ügettim. Ani 3 gün üyesem miyav dep okup saldı. Medim başka harfni daim unutup kaldı. Kaçıp gitti aslanım. Açığımda taş desem işini anla dostlarım. Muallim olmak tas desem. Oyunda yaxshi. Tugdimi shuning bilan? Aslingizga muallim bo'lib ketibsiz-da. Qechib ketibdi u Aslan. Tutib keldingizmi? Hamzini bilan bildigandu? Ha? Kulağın ağzına tıkmamıza. Ha, mana ha. Hamza nim deb bira bizga? Tipini bilmem diyen okup bira. Ha. Tipine kevrenden baktım. Güzel bakacağımda temizliğin çar. Sokoyup günlerden alidin çar. Aynı taydaim. Aynı tanrının. Ha? Ağırsı Karan bilmeydi. Bilmem da. Ha, Hamza kepinekning ağırsını diyemisan mu kapat berey sana cuma 20 yatı deb bersan mu? Bunu bereycu. Ha, oynapcıyım otta ha? Nil oyun. Ayağını iç bireymi oynapcıyım oturamsa? Bir roman içal. Oynaşçım hatta tamam. Afife, İlipben tugatganingizga buni sovg'at qilaymi? Rahmat. Shunday yarashib ketdi mana. Qis oldimi? Ha. Xat yozishlarni o'rgandingizmi? Harflarni hammasini yoza olamsiz? Yazolmayman. Undaq bo'lsa bizga xat yozib beramsiz? Ma'qul. Qalam, qaysi qalamni olib bersam bo'lar? Ha, mana qalamning uchi bor ekan. Əmsi İlipbədin özünüz yaxşı gördüğün bir tekstlərini oxub biləmsiz? Hə? Kitabım var ki, mana İlipbə kitabımı. Özünüz içib, nəni yaxşı görürsünüz, oxun, hə? Babam aydek, dadam kündek, mini bakodu kızıl güldek. Babam aydek, dadam gündek, mini bakodu tulun aydek. Oy maşallah. Sadır men, sadır men, sadır bolmay kimdir men. Tağ yolini sorisam, heme cayni bilimen. Sadır dep itim yaman, 15 yaşta atalgan. Yaslap ki tuğanda kumulhanga bağlangan. Atmindin küre kaşka çapturdum. Şoğul taşka. Sadır. Sadır Atıdı başka. sadır atıdı başka.
Çerik. Çelik atıldı Taşqa. taşqa. Ha, Əfifə, şimdi çiraylıq kitab oxubədiniz buna. Ayətlərini biləmsiz? Bilmə. Ha? Dualarınızı? Bilmə. Nasıl öydən çıxan duanı oxub biləmsiz? Öydən çıxan siz bizim işxana kilişdən burun öydən çıxan dua oxub çıxdınızmı? Oxub çıxdı. Aşı duanı oxub biləmə anlayılı. Bismillahi tevekkeltu alallahi ve la havle ve la kuvvete illa billah. Vay maşallah. Hem tabaq yap boğanda kenimdeydi? Onu biləmsiz? Ha? Elhamdülillahi at'amana ve sakona ve cealena minel muslimin. Amin. Vay maşallah. Allah yegə mol rızıqlan bəsin bizgə, hə? Sizgə hazır mükafat bəmək duray. Yəni bir ayət oxub birən bizgə. Bulağı dua əmdə. Ayət oxub birəmsiz? Elhamdun oxub birəmsiz? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina siratal mustaqim. Siratal lezîne en'amte aleyhim. Gayril mağdubu aleyhim ve reddâlim. Amin. Amin. Maşallah. Sizgin bir soğat beri deyci, mən əmizininkə oxşumaydığanını berim. Kiçik doska, ög bağan xət yezib, ilip bələn yezib, ügün öncümü sallani, makayın kuş ilişlən bəlgiləri bağən. Türkçünün biləmsiz? Bilmə. Türkçüdə birə qonçaqlarını dora birəmsiz? Özünüz yaxşı görən birə qonçaqlarını? Dora bilmə. Dora bilmə, görüb bağaylı. Bir varmış, bir yokmuş. O zamanlarda uzak bir yerlerde Rapunzel diye bir kız varmış. Ondan sonra cadı onu çadırına götürmüş. Sonra da Rapunzel çıkıp oynuyormuş. Bir zamanlarda cadı annesi merdivenleri yok etmiş. Ondan sonra Rapunzel annesine bir şey demiş. Anne neden ben dışarı çıkıp oynayamıyorum demiş. Ondan sonra cadı da demiş. Çünkü bu ormanlardaki kötü sihirlerden koruyorum demiş. Sonra da annesi çıkıp geçlerde gelip kızının Rapunzel'in çaçını uzattı demiş. Tüydüm ha? Maşallah Əfifə. Ana dilimiz şuna yaxşı öyrənibsiz, ayətlərini, dualarını öyrənibsiz. Türkçe sözlər bədiniz, bana sözlər bəg hekayənizin ismi nəmi? Rapunzel. Ha. Sizni bu oyuncuqla mükafatlasam xoş bulamsınız? Hoş bulamam. Onda olsa sizce en ahırda ekranda işləbcik kiçik dostlar görüb atıdı da sizni ulağa, dadaşlağa, appaşlağa bir hediye verən, bir soğat verən. Bu soğat bir kuşaq bulsun. Bulamdı? Buladı. Qaysı kuşaqını oxub bersiz? Dostum her günün malilik olsun. Akıl bir anga gül çiçek dolsun. Bağla biloni Polat kemerde. Kaysar cancı bol yeni seferde. Karmay
harmay ügünü, kılgın tebekkür, elveten sana eytar teşekkür. Maşallah, maşallah. Bu soğuğumuzda pek hoş bulduk. Hemimiz aşağı belimizin bağlap, məhkəm aşağı tirişip ılğı basaylıya, ilgirleyliye. Ekran aldıdaki aziz görürməli ata-anılar, mana Əfifə qızımız bilan əmizə oğlumuzun ki tatlıq küçük dillərdə aytılğan qoşaqlarını, oqulğan ayətlərini anladıq. Əsli Əfifə qızımızın köyгə vaxtımda bunundan bək canlıqdı. Şu xil canlıqlığı mənə bək təsir qılıb ekran yüzük əpkəyə idik. Amma biraz təmtərəb qaldı. O canlıqlığını ifadə qılalmadı. Bu nim səbəbdən? Bunu yəni biz ata-analar özümüzü təkşürüb baxsaq buldu. Əsli balalarımızı biz özünü ifadələ sorunu hazırlab verişimiz gerek. Ular sırtlağı çıxanda, köpçülüklə aldıda, deyən gəplərini, hə də balam, oy balam, hay balam, cimota, qıma, ətmə, deyib çəkliminin içi qoymay, deyən balam, ifadələ, özünü ifadələ deyən nəsin kiçigini başa yetildirəyli. Balalarımız özünü ifadələşini bilsin, ügəngəllərin çıxırışını bilsin. Bugünkü günümüzə əp eysaq, Muşu Uyğur balla məyli Türkiyədə bolsun və məyli başqa dövlətlərdə bolsun, oxuatqa vaxtıda məktəbdə ən əlacı olub, yaxşı oxuydu. Lakin cəmiyyət çıxandan keyin ularda şu özünü ifadələş ruhinin tüvən buluşidin, amma qosaqda bilimcik onu ifadələb çıxıramaydı. Bu ügəngən nəslini ifadələb çıxırış bu alaydı bir iqtidar. Bunu biz ailədə ata-analar özümüz yetildirmiz. Balalarımızğa açdaq sırtlarda özünü ifadələşini, bulsa nutq sözləşlərini məşq qıldıraydı ailədə, ata-analar nutq sözlə bəgini bizə gedib. Onun kendin bir 10 dəq savaqdışının dostlarının aldığı sözlük deyili, onun keyin bir 20 dəq uruqtuqala cəm boğanda sözlük deyili, aşına qılıb balalarımızğa özünü ifadələş bursunu verəyli. Bu keyinçə ügəngən hər bir bilimini ifadələb teşik çıxıralaydıqan bir iqtidarın yetildirişigə türtkülük rol oynaydı. Ankeyindin mən muş ata-analar bilan cıq paranlaşma bir qancha bal tərbiyəsidə alayda əhmiyyət bəgən bir anının sözünü bir şey yetküzək. Ailədə biz balalarının aldıda musibətli xəbərlərini deməkli, qorxunçlu gəplərini deməkli, azablanğa halımızı olaq körsətməkli deydi. Onu keyini gəp söz qığa vaxtda ata-analar çoğlardan bəzi ata-analar çoğlardan azıraq narazı olub qalğanda balalarının aldığı dəf saldı ki, şu səbəbdən balalar insanlardan yıraqlaşıb kitiş. Ularının kiçik balalarının kalısında tunca anlığan nəsə kanısa ornab qaldı. Hə, adamlar aşda oxşaydı, bir-birsini ziyankeş qılğa oxşaydı, bir-birsini qəstəydiğə oxşaydı, mundaq oxşaydı, undaq oxşaydı. Adamlar da yıraqlaşıb kitiş. Ular da yıraqlaşıb ketken ki, əlbəttə ularının aldığı özünü ifadələşini xalamaydı. Şuna ailədə ata-analar balaların aldığı en güzel sözlerini deyiş, mehri muhabbetlik sözlerini deyiş, təbiyyətin güzel tərəflərini olaq köstüş, adamların en güzel tərəflərini olaq bildiriş, kiçigidə olaq pasif tərəflərini, könülsüz işlərini anlayıb çoğunluqda da təbii ki, insanlar topudun yatışıdığan, özünü ifadələşini xalamaydıqan, ətrafdaki insanlar ne, ya ki, bu müşə bir nacar insanlar, bu da deyişiminin zörürüydü yox, özü bilərlər yaşaydıqan psixiklik halət çəkilinib qaldı ki. Şuna biz balalarımızı cəmiyyət gücləndirəylisək, özünü ifadələşini təşəbbüs qısaq, adamlar boğan söygünü yetildirişə əhmiyyət verəyli. Bu söygü ailədə bizdən başlandı. Biz ailədə aşda sözək diqqət qılaylı. Bütün ətrafımızdaki adamlarga söygü közümüzdən qaraylı, mehri muhabbetlik sözlərini qılaylı, ailəmizə pas gəplən deməkli. Şunda boğanda balalarımız İnsanlar dünyasına muhabbet közü bilen qaraydı, əndi ular bilen yıqın durdu, ularını alıp özünü ifadələşini xalaydı, cəmiyyətə tök qoşuşunu həm xalaydı. Müşlərinin həmisi balalarımızın özünün ifadələşigə tötkülük rol oynaydı. Yeni birimini hayran qaldırdığan bir iş var. Biz hazır erkin dünyada yaşayatımız, amma balalarımız erkin emas, özünü erkin his qılamaydı. Biz yıllar ilgiri vətənimizdə işlənən Qonçular programları qaraylı və ya ki biz yaşavatqa məhəllədəki balaların köz aldığımızı kəldirəyli, ilıq balalarda bir xil uxuçub durğa ruhunu görürüz. Oy, mən qılmə, mən deymə, mən deyib intilib durdu. Amma çətəllik balalarda ondaq ruh yox. Yaşavatqan dövlətimiz erkin.
Ama nima uchun bu balada onda erkin özünü ifadələş bo'lmaydi? Bu narsani o'ylashib beqish kerak. Mushlarning hammasi biz ota-onalarning bolalarimizga davomli o'zini ifadalashga fursat yaratib berishimizni talab qildi. Bolalarni biz cheklamaylik. Ular nima ish qilsa, oilamizda qanday erkinlik bersak, sirtqa chiqqanda bu, "Ay balam tutma, qo'yma, jim tur." Ama adab axloqni o'rgatish kerak. U buzg'unchilik qilmasa, boshqa yerlarda, masalan, ommaviy so'rovlarda uni ko'p so'zlashga, tafakkur qilishga, bildirishga, o'zini banasini ifodalashga, naqsh aytoladiganlar bolalar bo'lsin, naqsh aytadigan, qo'shoq to'qiy oladiganmiz, qo'shoq to'qir, rasmsiz degan bolalar bo'lsa, ommaviy so'rovga borib, "Bolam rasmsiz" deb rasmsiz turib, shu bolada nima iqtidor bo'lsa, shuni ommaning oldida ifodalashga kichikdan tortib, ashuni yetildirishga ahamiyat bersak, bola o'zini ifodalashni bilsin. Tatınmısın, ekrandan tatınmısın, çoğunların aldığı tatınmısın, cemiyet tatınmısın, özünü ifadələşini bilsin. Balalarımız erkin, azad halde ifadələşini bilsin, öyrənən bilimlerini əməliyyatda çıxarsın. Əfifə, bugün vaxtınızı çıxırıb, müşəkkəb, biz bilən paranlaşqalığınızdan bək xoş buldum. Siz xoş buldunuz mu? Hoş buldum. Həmisi səncü? Hoş buldum. Ey, sən xoş bulmay, əskilik qıpədin bizgə, Aşta qıldın mı? Xoş buldun mu? Onda xusmam və xoş buldum. Onda biz sizlərə rəhmət. Sizlərin muşundaq türgün, dadil qılıb tərbiyələyən apanlarga, dadanlarga rəhmət. Sizlərin üçün bundan keyin tıxımı tirişcan buluşunlarını, cəsur, başqalarga yardım verişini xalaydigan, yaramlıq, aştaq bolalar buluşunlarını ümid qılma. Tininglar sağlam bo'lg'ay, aqlinglar ziyoda bo'lg'ay. Sizlarning tıxımı tirishib o'qib, mana ana tilimizni shunday yaxshi o'rganibsizlar. Ana tilimizda kitoblarni yozadigan, she'r qo'shoqlarni to'qiydigan bo'lishingizdan umid qilma. Chimi? Nechta bo'lamsizlar? Ha. Sen-chi, Hamza? Ashtami? Ha. Bugün işkinizden yirak yerden kilip söhbetimiz qatnaşqanыңızdan bək xoş buldum. Bundan keyin davamlı görüşüp duraylıcımı? Sizden yoxlab çıxım mən. Ana tildə yaxşı nəticələrini alsınızda tıxı mükafatlıqlı çıxım. Bulamdı? Buldu. Ekran aldıdaki əziz görürmənlər, bu qıdımlıq söhbetimiz mişəd ayaqlaşdı. Kiçik balalarını ziyaret qılış, şundaq mı təskən, çoğunlağı oxşumaydıkən, tuncu qıdım kiçik balalarını ziyaret qılıb film işləyənligim üçün Belki bəzi gəplərin cayda işlətməslığım mümkün. Çünki mənim qızım çoğ bo'lib ketdi emasmi? Kiçik balalar bilan paranglashlarni unutib qoldi edim. Bəzi bir səvərliklər bo'lsa, ko'rurmanlarning tuzitib ko'rishini umid qilaman. Shunday qilib, bugungi suhbatimiz bu yerda oyoqlashdi. Kelar qatimliq suhbatimiz ko'rishaylik. Xayr, xush, Allohga omonat.